79-cu ildə, yəni 1979-cu ildə İranda o üsyanlara ya çevrilişə dəstək verdi Avropa və yaxud da Amerika Birləşmiş Ştatları. Amma bu dəfə dəstək vermədilər. Çünki 79-cu ildə sistem dəyişmədilər, rejim dəyişdilər. Rejimi dəyişdilər. İndi isə xalq ayağa qalxacaqsa, xalq sistemi dəyişir. Sistem dəyişə bilər. Sistemin dəyişməsi onlara maraqlarına uyğun deyil. Çünki sistemin dəyişməsi nə baş verəcəkdir? Ən pis halda federallaşma baş verəcəkdir. Xalqların muxtariyyəti baş verəcəkdir, xalqların hüquqları baş verəcəkdir, demokratiya yaranacaqdır, müsəlmanlığa, İslama xidmət edən bir rejim yaranacaqdır, müsəlman düşmənçiliyi, təfriqəsi yaymaq yox, şiə, sünni hamısının birləşməsinə, qonşularda proksi qüvvə yox, qonşularla dostluq, əməkdaşlıq etmək istəyən bir normal rejim yaranacaqdır. Ən yaxşı halda xalqlar ayrılacaq, müstəqilləşəcəkdir. İranla Türkiyə düşmən olmayacaqdır. İran Türkiyənin özünün ideoloji düşməni kimi baxmayacaqdır. Sünniliyi özünün düşməni kimi baxmayacaqdır. Fars körfəzi ölkələrinə, ərəb ölkələrinə düşmən kimi baxmayacaqdır və nəticədə İranı bəhanə edərək, bölgədə yerləşərək, İranı xoxan kimi göstərib həmin dövlətlərə, ABŞ təhlükəsizlik çətiri altında gizlənməyə məcbur edə bilməyəcəkdir həmin cəmiyyətləri və nəticədə İslam dünyasında normal bir münasibətlər formalaşacaqdır. Bunu kim deyirdi? Elə vaxtımız çox gedir. İcazənizlə mən bunu da deyim, bitirək. Brzezinski 70-ci illərin sonlarında, 80-ci ilin əvvəlləri üçün ABŞ prezidenti üçün bir hesabat hazırlayır. Təhlükəsizlik, milli təhlükəsizlik üzrə dövlət müşaviri. Bir konsepsiya hazırlayır. 70-ci illərdən başlanan, təhlil edilən böyük bir konsepsiyanın nəticəsi ilə elan edilirdi. Deyilirdi ki, qısa müddət ərzində dünya tək qütblü, mən bunu bir neçə dəfə demişəm. Diqqətli tamaşaçı yəqin ki, yadında saxlayıb, amma bir daha təkrar etmək istəyirəm. Qısa müddət ərzində dünya qütblü sistemindən tək qütblü sistemə çevriləcək. Yəni sistemi dağılacaq. Bunu 70-ci il, 80-ci illərin əvvəllərində ağıllı təhlilçilər görürdü. Brzezinski kimi ağıllı adamlar. Tək qütblü sistemə çevriləcək. ABŞ hegemoniyasında tək qütblü sistem. Amma qısa müddətdən sonra ikinci qütbün yaranma təhlükəsi var. Və deyirdi ki, mən bunu həmişə deyirəm, tələbələrimə də deyirdim. Bu qütb Avropa olmayacaq. Bu qütb Rusiya olmayacaq. Çin olmayacaq. Bu qütb İslam dünyası olacaqdır. İslam dünyası sürətlə elmə, təhsilə, inkişafa, iqtisadiyyata, insan kapitalına pul qoymağa başlayır. Bunun qarşısını almaq lazımdır. Nə etmək lazımdır? Hakimiyyətlərlə xalq arasında uçurum yaratmaq lazımdır. Düşmənçilik, mübarizə, gərginlik, İslam dövlətləri arasında münaqişələr, müharibələr yaratmaq lazımdır. İslam dünyasında ideoloji parçalanmanı antagonist ziddiyyət, barışmaz ziddiyyət səviyyəsinə, düşmənçilik səviyyəsinə gətirmək lazımdır. Yəni, sünni, şiə, şafi, Həmbəli, Vəhabi və s. bunları o qədər bir-birindən ayırmaq lazımdır ki, bir-birinə düşmən kimi baxsınlar, ideoloji düşməni kimi görsün qarşı tərəfi. Bunlar üçün nə etmək lazım idi? Bayaq dediklərimi eləmək lazımdır. Müharibələr, narazılıqlar, hakimiyyətlə xalq arasında ziddiyyətlər, elmin təhsilin inkişafına deyil, əyləncələrə, nə bilim, narkotika, içkiliyə və s. dəstək verilməlidir, pul ora xərclədilməlidir. Və ən əsası, ideoloji düşmənçilik nəyin əsasında yaradılmalıdır? İran kimi bir saxta din dövləti yaradılmalıdır. Xameneinin rəhbərliyi altında, sonra da Xamneyinin rəhbərliyi altında. Bizim maraqlarımıza xidmət etməlidir o rejim. İslamı gözdən salmalıdır. İslamı dəyərdən salmalıdır. Təriqətlər arasında ziddiyyəti düşmənçilik səviyyəsinə qaldırmalıdır. Görürsünüz, bu günləri İran təbliğatı altında olan insana Ömər deyəndə sanki şeytan adı eşidir. Kimdir Ömər? Kimdir Osman? Mən şeyim. Əbu Bəkir kimdir? Peyğəmbərimizin ən sevimli səhabəsi ətrafı bunlar üçün şeytan gözündə təbliğ edilir. Niyə? Çünki sünni düşmən kimi göstərilməlidir. Çünki Roma papasının, katoliklərin sifarişi budur. Çünki Parisin, Yelisey sarayının, Böyük Britaniyanın, ABŞ-nin tapşırığı budur İrana. İslam dünyasını parçalamaq, dağıtmaq lazımdır. Vəhabiyə başqa gözlə baxılmalıdır. Vəhabiyə tapşırıq verilir ki, sən şeyə başqa gözlə baxmalısan. Bax, bunlara kimin əli ilə nail oldular? Həmin bu, mənim həmişə dediyim kimi, şeytana xidmət edən
Xameneyinin əli ilə, onların dəstəsinin əli ilə. Bu gün İslam indiki qədər, tarixin hansı dövründə bu qədər bir-birinə düşmən münasibət göstərilibdir? İslam təriqətləri, İslam. Bir dənə İslamdan, müsəlmandan danışan var. Deyən var ki, qardaş, şiəsi də müsəlmandır, sünnisi də müsəlmandır, şafisi də müsəlmandır, həmbəlisi də müsəlmandır. Qoyun bunları qırağa İslamdan danışın, Peyğəmbərimizdən danışın, Quranından danışın. Düzdür? Deyən yoxdur. Kimin hesabına? İranın hesabına. İran molla rejiminin apardığı təbliğatın hesabına. İndi mən bilirəm, İran təbliğatçıları bu verilişin altında başlayacaqlar. Siyonistlərə xidmət edirəm. Mən İslama xidmət edirəm. Deyirəm ki, gəlin müsəlman olduğumuzu dərk eləyək. Əsl İslamdan danışaq. Farsizmə xidmət eləyən yalancı, saxta şiəlikdən danışmayaq. Bir də deyirəm, mən şeyim. Amma Ömər mənim üçün Peyğəmbərimin ən yaxın ətrafıdır, etibar etdiyi adamdır. İmam Əli mənim üçün ən müqəddəs insanlardan biridir. Amma nə İmam Əlisi, nə İmam Hüseyni, nə İmam Həsəni, nə İmam Hüseynin Fars qızından davam edən davamçıları, heç biri mənim üçün Peyğəmbər deyil və ya Allah da deyil. Amma görürsünüz, İran təbliğatında nə deyilir? Fars qızından olan, Səsani hökmdarının qızından olan davamçıları Allah səviyyəsinə qaldırılır bunların təbliğatında. Ya Əbəlfəz, kimdir Əbəlfəz? Ya Hüseyin, kimdir? Sən Allahı yaradanı qoyub, indi biraz din məsələsinə qarışır. Mən din xadimi deyiləm. Peyğəmbərin nəslindən gələn insanlardır deyə, Peyğəmbərin nəslinə hörmət etmək ayrı şeydir. Amma sən onu Allah səviyyəsinə qaldırmaqla, sən İslamı parçalayırsan, İslamı gözdən salırsan, dəyərdən salırsan. Məqsəd o daxı. Onlara verilən sifariş o daxı. Bayaq dedim, Həsən Səbbahın ideologiyası buna xidmət edir. Başqa şeyə xidmət eləyənməz. Aydındır. Aynen, bizim əslində efir vaxtımız 1 saat nəzərdə tutmuşduq. Biz 94 dəqiqədir canlı efirdəyik. Yəni səhərləri çoxdan açmışıq efir səhərində. Sizi də yormayaq, sizdən danışmaq, sizdən müzakirə aparmaq doğrudan da maraqlıdır. Təşəkkür ederim. Deyirəm ki, biz tez-tez belə görüşləri, belə verişləri keçirməliyik. Minnətdaram anadan, çox sağ olun. Mən təşəkkür edirəm. Növbəti verişlərimizdə bu mövzulara da yer ayıraq. Həm İslam tarixinə, həm elə Türk tarixinə, bizim keçmiş İranla bağlı, oradakı Türk imperiyalarla bağlı İnşallah, bəli, müzakirələr, verişlər edərik. Bu cəmiyyətimizə çatdırılmalı olan məsələdir. Çünki bu sahədə çox ciddi boşluğumuz var. Biz indiki İran ərazisində, İran coğrafiyasında, İran coğrafiyadır, dövlət deyil. Bu coğrafiyada Türk dövlətlərinin tarixini biz öz insanlarımıza hələ çatdıra bilməmişik, qalsın dünyaya. Öz insanlarımıza çatdıra bilməmişik. Çoxlu sayda sosial şəbəkələrdə məndən yazırlar ki... Bu istiqamətdə işləməyiblər, ümumiyyətlə, Azərbaycan tarixçilərinə söhbət gedir. O Sovet ideologiyasına xidmət edir də, ona görə. O da türkçülüyün əleyhinə idi. Sosial şəbəkələrdə biri mənə yazır ki, İran Qacarı. Deyirəm ki, İran Qacarı adlı bir dövlət tarixdə ümumiyyətlə olmayıb. Onu hardan çıxartmışsınız? Deyir ki, dövlətin adı elədir. Deyirəm, mənə bir mənbə göstərin. Sizin deməyinizlə olmur. Deyir, yox, indiyə qədər həmişə elə deyilib də. Deyirəm, bəli, deyilib. Beynimizə onu yer ediblər bizim. İran Qacarı. İran Qacarı nədir? Hansı dövlətdir o? İran Qacarı nə deməkdir? Yox, bir Turan Qacarı, Hindistan Qacarı, nə bilim nə. Bu nə deməkdir? Yəni, bu təbliğatı ən azı, reallıqları cəmiyyətimizə çatdırmaq üçün çox böyük ehtiyacımız var. Siz də sağ olun ki, təbii ki, belə şərait imkanı yaradırsınız və biz cəmiyyətimizə ən azı bu proseslərlə bağlı bildiklərimizi qeyd edirik, çatdırırıq. Bilirsiniz, bütün insanlarımızdan məlumatlı olmaq, tarixi dəqiqliklə bilmək, yaxud siyasi prosesləri ən incəliklərinə qədər təhlil etməyi, bacarmağı tələb etmək düzgün deyil. Ən azı bilənlər o mövzu... Bəli, bu sahə üzrə mütəxəssislər bax bu istiqamətdə cəmiyyəti çatdırmalıdır. İnsanlarımız biri həkimdir, biri mühəndisdir. Amma tarixçi olmalı. Əlbəttə, ondan məcburiyyət də deyil ki, tələb də oluna bilməz ki, bunların hamısını dəqiqliklə bilsinlər. Amma bunu bilənlər də cəmiyyətimizə bunları düzgün olaraq çatdırmalıdır. Biz nə farsıq, biz nə erməniyik ki, yalandan saxta tarix yaradaq özümüzə. Bizim özümüzün möhtəşəm, qürur duyacağımız tariximiz var. O tariximizi çatdırmaq elə bəs edir. Əlavə heç bir şeyə ehtiyacımız yoxdur. Bir daha təkrar edirəm. Nə fars kimi saxtakarlığa gedirik, nə də erməni kimi saxtakarlığa. Olanları təbliğ etmək lazımdır. Aydın.